Salam aleyküm, xoş gördük. Nətərsiniz, nə inirsiniz? İşiniz, gücünüz, nə yediniz, nə içdiniz, nə qardınız siz Allah. Salamatçılıqdır mı? Salamatçılıq olsun. Kənd yumurtasını sənə mığın sarısına bax. Maşallah, maşallah, maşallah. Mən şəhər yumurtası yiyəmirəm ha. Bax, buna bax, mına. İl olur mının qayğanağı, sappasalı. Qıpqırmızı, xına kimi. Hə, yenə istəyirəm sizə bugünlər bir serial var. Serial uzun olur da, hövsələniz olmur baxmağa. Mən hamısına baxıram. İstəyirəm sizə danışım Qızılcıq şərbətindən. Deməli bir Abdullah adında varlı kişi olur. Apo deyirlər ona. Merhaba Kıvılcım Hanım, buyurun. Nasılsınız? Merhaba Abdullah Bey, iyiyim teşekkür ederim. Siz nasılsınız? Çok şükür. Eğer müsaitseniz ben sizinle bir görüşmek istiyorum. Konu malum. Elbette görüşelim. İsterseniz şirketin orada bir kafeye geleyim, orada buluşalım olur mu? Elbette siz konum atın bana, hemen yanınızda olurum. Tamamdır, görüşmek üzere. Hoşça kalın. Əməli yaş başı var ya, ağsaqqal kişidir. Amma pul var da, pul adamı dıngıldadır axı, hə. Bu gözünə döndüyüm kişi evdə hüzur tapmır, qazanır, gətirir. Digər bir qırıq dişliyi yoxdur da. Fikirləşir ki, həyat maraqsızdır. Gedir, gəlininin xalası ilə gəzir. Gəzirsən gəz də, day qıraqdan taf da, evin içində sənin nə işin var? Nəysə, bir gün bu söhbət açılacaq, sən də rüsvay olasan axı. Nəysə, bu gəzdik dediyimizdə elə bil ki, yaxında axı evin içidir də, təsəvvür edirsiniz də. Nəysə, bu kişi bununla gəzir, tozur, eşq yaşayır, axırda da aydın məsələdir də, qız bundan hamilə qalır. Sonunda Pembe'nin gerçek yüzü ortaya çıktığı için çok mutluyum. Ben de beni affettiğin için çok mutluyum. Affetmeseydim bana ızdırap, Pembe'ye de ödül olacaktı. Kötü günler geride kaldı. Bundan sonra hep mutlu günlerimiz olacak. Karma işte. Kötülük yapan kötülük buluyor. Ay, hiç umudum yoktu. Hala nasıl oldu bu inanamıyorum. İş qəlizləşir. Uşaq da dünyaya gəlməlidir axı, bu heç. Bu Apo'nun arvadı ili nəfsini tökür ki, uşağı dünyaya gətirəndə qız ölür. Uşaq sağ qalır. Kişi də abırsız fikirləşir ki, uşağı neynəsin? Gətirir evə ki, xalqın uşağı deyir ki, mənimkidir də, baxın buna. Arvadı pəmbə də nə pəmbə. Sen onunla doymayacaksın. Şu sucuklu yumurtadan ye. Sucuklu yumurta mı? Pembe Hanım'a aşk olsun, biraz saygı duy ya. Bundan sonra benim yemeğim bu. Pembe Hanımcığım çok popüler şimdi böyle beslenmek. Herkes böyle besleniyor. Hı. Deli saçması şeyler. Neyse Fatih'le konuştum. Şirketten çıkıp eve gelecek o. Diyorum ki akşam oturalım şöyle ailece. Bir konuşalım. Meri, Sevtap, bu akşam için de sizden müsaade isteyeceğim. Tabii Pembe Hanım, tabii. Spinallah deyə. Çox düşünür ki, kişinin də eybi yox. Bir səhv deyilib. Pulu var, parası var. Bu kişinin deyim ki, istəmirəm, çıx get. Yenə çöldə qalmışım. Birini tapıb evli eşi eləyəcək, pulun parasını sonra yeyəcəkdir. Deyir yenə də cəhənnəm. Bu yaşda arvadım. Gedib harda başımı girələyəcəm. Heç nə altdan alır. Deyir da indi nə qayırım, bir səhv deyilib. Nəysə, başını daşdan daşa vurub, qələt eləyib, bir də eləməz. Əsas o da sevgilisi olub, təhlükə yoxdur da, alıb arvad eləməyib ki. Uşağa da evdə qalmayacaq axı da, bu uşaq da evdə qalmasına icazə verir. Hələ ki, görür ki, evdə əmin amanlıqdır. Fikirləşir ki, yəqin ki, bu kişi
Bir də Levi getməz də. Da bu boyda səhvdən sonra bir də səhv eləməz. Siz saydığınızı sayın, görün Apo nə sayır. Apo bildiyin qaşınır. Dincəlmir ki, genəm ova çıxır. Bu dəfə kimlə sevgili olsa yaxşıdır, şoka düşəsiz. Bu dəfə qardaşı arvadının xaricdən gələn padruqasına göz qoyur. Ay, nə görmüsən bu qardaşı arvadı tərəfdən? Sən görürsən ki, qardaşın arvadı tərəfdən xeyir gəlmir də, balam, gəlmir. Apo, əvvəl demişdim ha, bu oldu, qutardı da. Neysə, kimə deyirsən? Demək, bu əvvəl-əvvəl bu qızla baxışır, sonra qımışır, sonra yanır, alışır, sonra hırıldaşır, axırda da bildiyin cükküldəşir. Apo'nun 2 oğlu, bir qızı var. Oğlunun biri sakitdir, o biri isə bir dəfə evlənir, ondan boşanır, sonra ikinci ilə evlənir, ondan da boşanır, sonra birinciyə qayıdır. Bildiyin kaşabalaşa, atasını oxşamış, aləmi qatır bir-birinə. Hələ sizə kimdən danışım? Apon qızından. Bu eve geri döndüm. Çünkü hepinizin gözünün içine baka baka gerçekleri açık açık konuşmak için. Şimdi ben bu evden defolup gideceğim. Qız nə az, nə çox 2 dəfə evlənir. Sonra 3-cü ilə nişanlanır. Nişan günü deyir ki, mən başqasını sevirəm. Salam əleyküm. 4-cü dəfə evlənir. Bildiyin səy yığınır da bu evdə. Kim kimi görür, bəyənirsə, arvadı boşuyur, onu alır. Elə də rahat eləyirlər. Elə belə də olmalıdır. Bunlar nə yeyirlər, nə içirlər. Şokdayam da, seriala baxıram. Deyirəm, bildim serial deyə, amma daha bir belə də serial olmaz da. Gözünə dönün bu. Apo'nun da qəşəng oteli var. Apo'nun yeni cükkülləşdiyi sevgilisi bu oteldə administrator işləyir. Yanında saxlayır, rahat-rahat mazaqlaşırlar. Arvadı Pəmbə bu işdən xəbər tutur. Oteldə parti olanda gedir ərinin sevgilisinə deyir ki, ay ləçər, ay mən deyən, ay küçə qadının, ay ərbin gəzdiyim, ay mənim artığıma göz dikən, ay mənim dişlədiyim almaya tamah salan, sən nə birincisən, nə də axırıncı. Bu sevdadan əl çək, başıva get çarə qıl. Biləsən ki, şəxsən mən boşanmayacağam. Nəysə, bunu deyir, sonra ürəyi dözmür, qızın saçından tutur, orayla bir ürəyə, silir, oraları süpürür, şillə vurur, təhqir eləyir, itin sözün deyir. O sözləri itə desən, it xəcalət çəkər. Amma kişinin sevgilisinin vecinə də olmur. Çünki üzü üzlər görür. Bəli, sonra bu sevgilisi kameralardan görür ki, bəs oteldə partidir. Afisanta tapşırır ki, Apo'nun arvadının tortuna zəhər qat. Tortu yiyən saatı arvad ölür. Apo da gözünə döndüyüm arvadının 40 günü bu sevgilisi ilə də evlənir. Gətirir evə, təbii ki, qırğın düşür. Uşaqlar etiraz edir, bu da deyir, kimin xoşuna gəlmirsə, davay, qapını çöldən bağlasın, getsin evdən. Təzə arvad da evdəki bütün mebelləri çıxardır. Kişi deyir ki, gedirlə də balam, volya verib də, çıxardıb qoyub belinə, nə istəyirsən elə deyir, o da eləyir. Apo qızın da evdən qovur ki, sən ələyəmizə dolaşırsan, mane olursan. O balaca sakit oğlu var, onun da başı gedir. Yazıq Mustafa. Anne.
günlərin bir günü də evdə parti eləyir. Atasının, sevgilisinin, anasının öldürdüyünü bilir bu Mustafa. Bu yeganə Mustafadır ki, mıs demir, bir dəfəlik Mustafasını eləyir. Anasını öldürən həmin afisantın başından vurur, gəbərdir. Abi ne yapıyorsun? Kim patlama dedim sana? Kim qavağına keçir gülləri, hələ qardaşına da güllə dəyir. Oy, o Aponu vurğun vursun. O güllə o Apoya dəyməli idi. Bir dənə öləsi adam varsa da o Abdullahdır. Nəysə, bu da sizə qızılcıq şərbəti. Yıxdım, sürüdüm, əcəb elədim. Çünki onlar mənim hisslərimlə, emosiyalarımla, sinirimlə çox oynayıblar. Elə olub, sabahı belə açmışam fikirdən, çox fikir eləmişəm. Deməyiblər ki, qadındır, ürəyə partlayar, bu nə naqruzqadır verirlər. Yəni, çox biabırçılıqlar elədilər qısacası. 3-cü sezonda nə kimi biabırçılıqlar bizi gözləyir, bərk gözləyirəm. Qızılcıq şərbətindən də bu qədər. Mən də gedim, bunu vurum tavıya. Qızardım, qızardım. Qızartmışsan yanlarımı, dınım. Dedim bir özüm görüm də. Düşdüm dalıca, getdi girdi obaya. Alış-veriş eləyir, mən də buna baxıram. Allah saxlamış, necə də nazınla əlini atır, nəsə atır zəmbilə. Əlini atır, zəmbilə atır. Əlini atır, zəmbilə atır. Əlini atır. Əsl mənə gəlin olasın qızdır. Sən deyəsən qız o qədər bəyənmirsən ki, çıxa bilmirsən ondan. Az, qızdan çıxmışam, obadan çıxamıram. Güyamış qızın dalından gəlmişdim. Bir də baxdım evə hər şey almışam. Əsas odur ki, bəyəndin də. Az necə bəyənməyim. Yaxındır, qonşudur, qənaətçildir. Qız deyirsən? Az nə tutmusan qızdan? Qızı demirəm, obanı deyirəm. Obada hər şey unudulur. Demək, bu yerdə bizdə reklamlar olacaq. Olur beləncəsinə çox maraqlı, amma dəxilsiz, güya zarafatsız, amma yüngül reklamlar olur. Niyəsə mənim diqqətimi cəlb elədi. Mən də bir məhəbbət olaraq sözümü harda deməliyəm, kimə deməliyəm, elə buradan sizə deməliyəm. Bəli, onu deməliyəm ki, bir reklam var. Deməli, 3 dənə yeni yetmə, bığ yeri təzəcə tərləmiş, hələ oğlan deməyə adamın dili gəlmir, amma bunlar özlərini çoxdan deyiblər. Elə bir 3 dənə güyam ki, yeni yetmə oğlan şəhərdə gəzəndə, niyə görəsə bunlardan biri deyir ki, şokolad alım, gəlirəm. Bir dənə şokolad alım gəlim. Əla fikir. Niyə şokolad? İndi ola bilər də ki, könüllərinə nəsə şirin şey düşübdür. O birilər də deyir ki, əla fikirdir, əla, gir al. Bax, bura kimi hər şey normalini gedir qaydasındakı. Oğlanlar da gedirlər, deyirlər, dostlardan biri deyir ki, oturun, gedim şokolad alım, gəlirəm. Normalini gedir. Deməli, bu 2 nəfər oturur, o birinə deyir ki, bax, bu filmi deyirdim, komediya. Əslində, güya tamaşaçılara demək istəyirlər ki, birazdan əsl gülməli, gülməkdən ölməli, dəxilsiz, haqq hesab qabaqdadır. Nəysə, elə bu heyni marketə girən oğlan bayıra çıxır, amma əlində şokolad yoxdur. Əslində, əlində süd başqaları olur, onlar var. Bu 2 oğlandan biri deyir ki, bən nə oldu? Şokolada alırdın. Bu da deyir ki, get gör ala bilirsən.
Başa düşmədim. Şokolad qadağan olunmuş idi. Bu nədir ki? Yoxsa marketdə şokolad alanı təpiyin altına salırlar. Nəysə, yoxsa şokoladı reseptlə verirlər. Yoxsa şokolad alanı marketdə tərbiyəsiz, əxlaqsız, kiçik uşaq kimi baxırlar. Nədirsə, indi birazdan biləcəyik ki, bu oğlan niyə şokoladla yox, süd başqaları ilə marketdən çıxdı. İkinci oğlan da deyir ki, yaxşı girim görüm bu şokolad nə mənə olan şeydir ki, almaq olmur. Çöldə oturan bu iki nəfər də niyə görəsə süd içib sağlıq deyirlər. Sənin sağlıqla. Mən ilk dəfə idi ki, həyatımda süd içib sağlıq deyən adamlar görürəm. Gör nə qədər dəxilsiz reklamdırsa. Siz araq mı içirsiniz, çaxır mı içirsiniz, viski mi içirsiniz, Jägermeister mi içirsiniz, tequila mı içirsiniz, likördü mü bu? Kör qalmışlar. Süddür də, südlə sağlıq mı deyilir? Nəysə, bunu da keçdim. Sonra o marketə girən gedə də çıxır. Amma o da şokolad alamayıb. Onun da əlində süd başqalar var. Bay. Nəysə, axırıncı bu topuşkedə var. O deyir ki, başa düşəmirəm. İçəridə nə baş verir orada? Çıxan elə südlə çıxır. Südlə arası yaxşı olan, uşaqlıqda belə baba süd içən bu topuş girir içəri. Mən də maraq bürüyüb ki, Allah, görəm bu içəridə nə baş verir. Ya, bu nə sirdir belə? Şokolada girən süd başqası ilə çıxır. Oğlan da şokoladı seçdiyi yerdə bir qız gəlir ki, kömək lazımdır. Özə belə. Kömək lazımdır. Canım yanmasın, məndə daz yoxdur. Kömək lazımdır. Nəysə, elə bu şirin topuş gedə sönür ki, sözünü desin. Niyə görəsə qızın gül camalını, hüsnü halını, sinə dəftər olan xanımı görür və deyir ki, xanım, süd var. Deməli, bu xanım kimdirsə, bu xaxın uşaqlarını hipnoz eləyir, süd satdırır. Yəqin faizi var da. Yoxsa marketə onun üçün nə fərqi var ki, şokolad mı alındı, süd mü alındı? Bu xanım kimdirsə, süddən kəsilib. Amma pulunun kəsilməyini istəmir. Elə mını deyən kimi yazıq uşağın sifətinə niyə görəsə süd fışqırır hardansa. Niyə də? Bu süd şlanqla gəlirdimi ki fışqırsın? Bu südü kimsə götürdü uşağın üzünə mi fışqırtdı? Kimsə marketdə uşağına süd mü verirdi ki uşağın dəcəlliyindən belə oldu? Nə bilim valla. İndi deyəsiniz ki, onlar eləyir. Məhəbbət, sənə nə düşüb bu söhbəti eləyirsən? Başa düşmədim. Məhəbbət adam deyil, tamaşaçı deyil. Baxıram, ürəyim partlayır. Baharda deyim bu sözümü. Bax. Ay Allah. Oy, qolum qırıldı. Bax. Mən beləyəm ha, ömründə görməmiş olmamışam ha. Kimin nəyi olub, demişəm şükür onun var, inşallah mənim də olar. Mən bu obaya girəndə oluram, görməmişik yekəsi. Nə görürəm, götürürəm. Ümumiyyətlə götürümlüyəm ha. Maşallah olsun, bir dəfə baxdım, temanı tuturam. Bir dəfə gördüm, sözümü atıram. Belə lazım olan yerdə özümü saxlamıram. Açığı odur ki, mən obaya da girəndə özümü saxlamıram. Çünki məni qüdrət yox, oba saxlayır. Sağ olsun. Valla mən obadan, yerdən, göyə qədər razıyam. İnşallah ki, onlar da məndən razıdırlar. Allah hamınızdan razı olsun. Nə yaxşı ki, qonşum obadır. Hər evdə, obada bir yaxın qonşu olsun.
oba olsun ki, xaladelnikimiz də, süfrəmiz də bol olsun, dolu olsun. Hələ sonra kadr arxası səs gəlir ki, şokolad kimi süd. Vəssalam. Halaldır valla. Əsas odur ki, məni həyəcanda saxladılar. Sonra deyirlər ki, bizimkilərin ağzından süd iyi gəlir, reklam çəkəmlər. Bir də bu da süd reklamı. Görəsən bunu fikirləşən, təhmi fikirləşəm, yoxsa qrupbavoy? Nə bilim valla. Belə süd reklamı. Gedin, alın için. İçin görüm nə dər içirsiniz.